İşğaldan azad olmuş torpaqlarımızda bitir. Davam edək. Əslən Ağdamdan olan bütün qanıyla, zanıyla vətəni sevən əfsanəvi kəşfiyyatçı xanım ləqəbli Cizir Əhmədov Bahadur haqqında söylədiklərini dinləyək. Bahadur bizimlə bir bölmədə, bir qrupda fəal cəsur döyüşçü kimi bir çox uğurlu döyüşlərdə iştirak etmişdir. Biz 1993-cü il avqust-sentyabr aylarında 700 saylı hərbi hissənin kəşfiyyat bölməsini yaratdıq. Bölmənin komandiri Əliyev Zahid İbramovluydu. Zahid müəllim bizi bölmələrə göndərirdi ki, fiziki durumu, cəsarəti uyğun gələn döyüşlərdən ibarət kəşfiyyat qrupu yaradaq. Bahadur, biz hərbi hissənin 3-cü tapı olması seçdik. O çox təmkinli, məsuliyyətli, mədəniyyətli bir oğlan idi. Həm də onun gücü qüvvəsi də istənilən formada idi. Hər adam tank əleyhinə bu maratonları gəzdirə bilməzdi. Ehtiyac olanda ondan düşmən tankının qorunması üçün istifadə etməkdə hər kəsin işi deyildi. Hər adam qumbar atmaqdan istifadə etməyi bacarmırdı. Bahaduru elə bu tələblərə cavab verən bir gücdə olduğu üçün seçmişdik. Onun kəşfiyyatçı qumbar atan vəzifəsinə təyin etdik. Bahadur, bölmədə şəxsi heyətin içərisində həm nizam-intizam məsələsinə, hərbi xidmətin münasibətinə görə xüsusilə seçilirdi. Bölməmizdə mənim bildiyimə görə 50-60 nəfər şəxsi heyət vardı. Çox səsi, düşmən arxasına keçə bilən, düşmənlə üz-üzə gəlib, rəşadətlə döyüşə bilən gücdə olmasa da, içərimizdə 15 nəfər belə adam var idi ki, onlar həqiqətən kəşfiyyatçı olaraq bu işin ötəsindən gəlirdi. Həmin o dediyim arxayınlıqla güvənilən oğullardan biri də Bahadur idi. Bahadur bizimlə bir neçə uğurlu əməliyyatlarda iştirak etmiş, qəfil düşmən mövqelərinə, obyektlərə basının planlarını həyata keçirmişdi. Fidan. Sən vətən oğluydun, vətən qeyrətli, sənin igidliyin hər yerdə bəlli, gedərdin hamıdan öndə irəli, igid şəhidsən, elin Bahadur, şəhiddir, ölməyək bilin Bahadur. Dedin ki, Qarabağ daradı gedim, oradan gəlməlidir mənim də səsim. Dözmərəm işğalda qalib elin, gəlib kəşfiyyatçı yolladın sənə, ağır döyüşlərdən keçdin vətənə. Atın qardaş deyib sənə haylayır, məzarın üstünə qərənfil qoyur, hər zaman gəlirsən yoxlayır, igid şəhidsən, elin Bahadur, şəhidlər ölməyib bilin Bahadur. 1995-ci ilin aprel ayında Ağdam rayonunun Əhvavalı kəndində əməliyyat tapşırığını yerinə yetirməli idi. Həmin kənddə bizim postla düşmən postu arasında 150-200 metr məsafədə bir ev vardı. Ermənilər gecə o evə girib, oradan gözlənilmədən qəfil bizim posta atəş açırdılar. Düşməni orada ələ keçirmək məqsədi ilə əməliyyat tədbiri qurduq ki, oradan gizli olaraq evə girək və düşmən gəldikdə onu məhv edək. Bizim qrup hərəkata başladı. Mən və 3 nəfər qrup üzvü həmin istiqamətdə irəlilədik. Kiçik bir qrupla Bahadur və bir neçə nəfər arxada atəş təminatı qrupunda qaldı və iri çaplı silahla, qumbar atanla bizi düşmən qüvvələrindən qorumaq üçün özünə mövqe seçib mövqələndi. Bizim getdiyimiz istiqamətdə bizi qorumalı idi. Biz sürünərək evə yaxınlaşdığımız zaman arxadan partlayış səsi eşitdik. Mən geri dönüb ora çatanda gördüm ki, Bahadur piyada əleyhinə mina atan patlaması nəticəsində şəhid olmuşdu. Anladım ki, o bizi daha yaxşı görmək üçün əlverişli mövqe seçmək istəmiş və bir qədər sürünərkən piyada əleyhinə minaya rast gəlmişdi. Minanın patlaması nəticəsində vətənin sözün əsl mənasında Bahadur oğlu vətən yolunda şəhid olmuşdu.